Hamıya salam dostlar. Həftənin bugün 6-cı günüdür. Bir Golf R var. 1 il bundan qabaq, düz 1 il keçmişindən bəli. Bir bundan qabaq biz o maşını stage 2 eləmişdik. 410 at gücü deyə 400 nə qədər idisə. Maşında müəyyən misfire'lar var. Sveçalarını dəyişmişdik. RS6-da misfire'lar gedib, amma təzəlicə bir problem yaranıb. Maşında bir raşvka çıxır, hansı ki bir növ peridov kimi başa düşmək olar, amma peridov deyil məncə orada. Çünki ola bilməz maşın 1 il peridovsuz işləsin və 1 ildən sonra başlasın peridovat eləməyə. Yəqin ki o maşında o turbonun aktuatoru var. İS 38-dir də Golf R-də turbo. Yəqin ki onların o aktuatoru ilişir. Adətən onlarda o problem olur. Ona görə maşında bir aşıbqa çıxır, o maşın düşür bir növ limp moda, qəza rejiminə belə deyək. Avtomobilin yiyəsi təzə tuning sveçalar və babinlər alıb. Onları quraşdırmaq lazımdır və eyni zamanda avtomobili dayanaya çıxardacaq. Çünki bir il keçib üstündən baxa görə bizim həmin o 400 at gücümüz oradadır, orada deyilmi? Və peridov məsələsinə baxacağıq görə. Yəni biz istədiyimizdən turbo çoxmu verir, boostu nə qədər çox verir və s. Və bir mifdir də, yəqin ki bu tuning babinlər istehsalçı qeyd edir ki, bunlar 10 neçə faiz daha çox iskra verir və s. Bunu da yoxlayacağıq. Əvvəl maşın olduğu kimi çıxardacaq istəndə, baxacaq nə verir, necə verir, loglara baxacaq, timing correctionlara baxacaq. Və daha sonra babinləri, sveçaları əmin deyilən babinləri dəyişəcəyik Lestentdə və təkrar bir neçədən dayan eləyəcəyik. Yenə loglara baxacaq və s. və s. Bu qədər. Maraqlı olmalıdır. Baxaq, görək başımıza nə gəlir. Deməli yoldaşlar, maşın gəldi, qaldırdıq stəndə. Evdən bağlamaq lazımdır. Deməli, belə briskin sveçalarıdır. Bilmirəm, onları dəyişəcəm yoxsa yox. Baxarıq, onun sözünkiləri açıb baxacam. Bir də belə babinlərdir. Moldovanın. Sveçalar da Çexiyanın. Nəsə belə qeyri-adi bir şeydir. Sveçaların açıb baxdım, onların o qəp çoxdur. Yəni iki elektrod arasında 0.8 mm hardasa bunlardadır. RS-inkilərdə hardasa nə bilim 0.7, 0.75. Yəni RS-də zazor azdır. Maşında da biz quraşdırmışdıq. IMS-in karbon intake'ini quraşdırmışdıq. Black Horse idi, ya nə idi, səhv eləmirəmsə intercooler idi. Yekə bir də intercooler quraşdırmışdıq bura. Burada belə bir maraqlı bir şey var. Başqa bir şey yoxdur. Sveçalardır, soyuq sveçalar, intercooler, intake, turbo stokdur, exhaust da stokdur. Deməli 3 proqon dalbadal elədik. Və gördüyünüz kimi 410, 412 at gücü, 540, 540, yəni eyni. Maşın çox stabildir. Əslində mən sveçaları və yaxud da babinləri dəyişməyə bir səbəb görmürəm. Əvvəldə var, əvvəldə biraz timing correction var, amma 5000-dən yuxarı demək olar heç nə yoxdur. Amma yenə də dəyişək baxaq. Yəni maşını bura gətirməkdə məqsəd odur. Dəyişək baxaq görək nə olur. Amma məncə heç bir şey dəyişməyəcək, amma yenə də dəyişək. Bəlkə nəsə dəyişdi. Çünki 410 at gücündən, yəni stok turbo Golf R 410 at gücü. Yəni mən açığı görməmişəm. Biz ən azından bizim 98 benzindən. Təzə babinlərimiz bunlardır. Sveçalar da bunlardır. Yəni üstündən çıxartdıqlarım da budur. Yəni göründüyü kimi sveçalar normal vəziyyətdədir. Burada heç problem yoxdur. Qaz buraxmayıb. Bunlar 2000 falan gedib. Yəni qeyri-adi burada heç nə yoxdur. Ona görə də mən inanmıram ki, nəsə bunları dəyişməyə bizə nəsə versin. İndi mən bu sveçaları təzədən açım. Zazorlarını bir dəfə də ölçüm. Məncə bunlarda çoxdur zazor. Bu necə soyuq sveçadır ki, zazoru çoxdur əslində. Biraz başa düşmədim. Bunlar deməli orijinal RS6-nındır. RS6, RS7, yəni C7 nəsil. Bunları isə göndəriblər, nə bilim, Çexiyadan. Bəli, Çexiyadan. Czech Republic. Açaq, zazorları ölçək. Sonra quraşdıraq, baxaq görək. Bunun əslində torqunu tapmaq lazımdır. Neçə newtondan sıxılır. Bunların şaybaları biraz fərqlidir. Elə ki, burada zazor yəni çoxdur birisindən. Bunun elektrodunun da başı biraz əyridir. Neysə, belə quraşdıraq görək nə olur.
Yəni yazılıbmış burada 25 Nm. Mən aslında başa düşmədim. 25 Nm plus 45 dərəcə yoxsa nə? No, yəqin ki, da var otuda 25 Nm plus 45 dərəcədə fırlatmaq lazımdır. Yəni yağlamaq lazım deyil, əgər düz başa düşdümsə. Deməli dostlar, bayaqdan baxıram ki, qutunun içinə qulaq təmizləyən necə düşüb. Sonra da başa düşmüşəm ki, deməmişkən bunu zavoddan qoyublar. Belə bir lubrikant var. Sveçaların daha rezibasına da yox, nəyəsə görə bu açar tutan yerinə vurmaq lazımdır. Okey, bir də bu keramikanın bu hissəsinə. Vuraq, biz də onları vuraq. Daha sonra alaq yerinə. Yox dostlar, nəticədə heç bir fərq yoxdur. Elə maşın necə 412, 413, 410 at gücü verirdi, yenə də 413 at gücü və 540 Newton tork verir. Əslində təcrübəli bir şey yoxdur. Nəyə görə deyirəm? Əvvəldə bizdə nə qədər ignition deməli correction var idisə, eyni şey indi də var. Bir dəqiqə, deməli görürsünüzsə bizdə hardasa 1900 RPM-də heç nə yoxdur. Hardasa 2700-dən başlayır 1 dərəcə, 2 dərəcə, 262 ən çox. Əssalam, axıra yaxın yenə də 5500-dən sonra demək olar düşür hamısı sıfıra. Belə bir timing yoxdur orada, yəni 7-8 dərəcədə, amma yenə də, yəni bizim o həmin o dediyimiz o tuning bobinlər və sveçalar bizə heç nə vermədi. Yəni birə-bir eyni nəticəni biz aldıq. Bu qədər. Deməli dostlar, Golf'la bağlı sizə bir update verim. O maşındakı Peridov problemi düzəlmədi. Çünki Peridov aydın məsələdir ki, softla bağlı deyildi. Bir neçə eksperiment elədik. Wide open throttle-da, yəni qazı axıra qədər basanda o maşında heç problem yoxdur. Çünki biz onsuz da turbodan maksimumu istəyirik. Yəni belə deyək də, Wastegate Duty Cycle həmin o Med 17 beyinlərdə IS-38 turbo üçün Wastegate Duty Cycle 0 olduğu halda bu aktuatorun, yəni Wastegate'in tam bağlı olmağıdır. Wastegate 100% olduğu halda bu onun tam açıq olmağıdır. Yəni bağlı Wastegate full boost deməkdir, əgər lower dildə desək. Yəni açıq Wastegate, tam 100% açıq Wastegate isə 0 boost deməkdir. Yəni biz 0 boost istəmirik. Dediyim kimi wide open-da hər şey üst-üstə düşür. Çünki biz maksimum boost istəyirik və maşın da onu verir, heç bir aşıqqa falan çıxmır. Amma müəyyən hissə, məsələn 30%, 40% biz qazı basırıq, sürətlənmək istəyirik. Bu halda bizim Wastegate Duty Cycle-ımız nə bilim 90% olduğu halda, yəni ki bu cəmi 5% bağlansın, bizə cüzi boost lazım olduğu halda o götürür elir onu 20%. Nəsə gəlir. Yəni set point var bizim istədiyimiz Duty Cycle və real aktual olaraq olan Duty Cycle. Bu iki data hansı ki Wastegate Duty Cycle aktual olan və set point bizim istədiyimiz, yəni proşifkada olan bizə onu deməyə imkan verir ki, bu maşında mexaniki problem var. Wastegate biz istəyirik bu belə deyək də açıq olsun, amma yenə onu bağlı saxlayır. 99% bu yəni ya turbonun aktuatordur ya da Wastegate'in özüdür. Belə deyək, çox biraz qəliz ola bilər mənim bu izahım. Bunu hamı başa düşmək məcburiyyətində deyil. Bəlkə kiməsə maraqlı oldu deyə izah elədim. Əslində bəlkə də bu qədər dərinliklə izah eləməli deyiləm. İndi başı çıxan adamlar yazacaq ki, yox, Wastegate Duty Cycle çox olduqca biz çox istəyirik, az olduqca. O fərqli olur.
Bəzi maşınlarda tərsinə alır, bəzi maşınlarda belə.